Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah və ba'd. 3 əsas kitabımıza davam edirik. 3-cü dərsimizdir bu. Biz danışdıq o barədə ki, deməli, Şeyx Rahiməhullah gətirdi ki, deməli, elm nədir? 4 şeyi bilmək bizim üzərimizə vacibdir. Onlardan biri də elmdir. Birincisi elmdir. Və o da nədir? Dini bilmək, Allahı bilmək, Peyğəmbərini və İslam dinini dəlilləri ilə bilməkdir. Bu ikisini şərh elədik. Hansı ki, Allahı bilmək nədir və Peyğəmbəri bilmək nədir? Və inşallah bugün götürürük Ma'rifətu dinil İslam bil ədillə. Ma'rifətu dinil İslam bil ədillə. İslam dinini dəlilləri ilə bilmək. Yaxşı, İslamın tərifi qardaşlar, İslam lüğəti mənada nədir? Təslim olmaq sözündən. Və tərifi, istilahi tərifi isə el-istislamu bit-tevhid vel-inqiyadu lehu bit-ta'a və bəra'atu minəş-şirki və əhlihi. Yəni, tövhidlə təslim olmaq, itaətlə boyun əymək, şirk və əhlindən uzaq olmaq. Və bu da İslam. Tövhidlə təslim olmaq, yəni Allahı birləyərək təslim olmaq, itaətlə boyun əymək, Allah və Rasulunun əmr və qadağalarına boyun əymək, itaətlə, yəni itaətlə bir mənada əməl edərək boyun əymək və şirk və əhlindən uzaq olmaq. Bu üçü bir yerdə cəmlənir, nə olur? Olur İslam. Və İslamın, qardaşlar, iki mənası var. İslam dedikdə iki məna qəsd olunur. Necə ki, Şeyx İbn Hüseyn Rahiməhullah özünün şərhində bunu qeyd edir. Onlardan birincisi ümumi İslamdır. Yəni Allahın şəriəti. Allahın şəriəti üzərinə ibadət etmək deməkdir İslam. Yəni təslim olmaq. Xüsusi İslam isə necə ki peyğəmbərlər də nə idi? Yəni müsəlman idilər, İslam üzərinə idilər. Necə ki Bəqərə surəsinin 128-ci ayəsində Allah Teala buyurur ki, İbrahim əleyhissalam adından Rabbena vec'alna muslimeyn ləkə və min zürriyyətinə ümmətən muslimətən lək. Yəni, bizi və zürriyyətimi neynə? Müsəlmanlardan, yəni təslim olanlardan et. Və xüsusi İslam isə nə deməkdir, qardaşlar? Bizim başa düşdüyümüz kimi, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin göndərilməsindən sonra olandır. Elə ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm göndərildi və Allah subhanahu wa ta'ala bu dinimizi dinül İslam adlandırır. Və bilirik ki, İslam dinindən başqa bir din qəbul deyil. Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnə dinə indəllahil İslam. Bəzən görürsən ki, bəzi yəni insanlar qəsdi şəkildə bu şübhələri müsəlmanlara atırlar və deyirlər ki, niyə görə siz İslamdan başqa, məsələn, bu gün Yahudilər var, Xristiyanlar var, Buddizlər var və digər başqa dinlər var. Siz yəni şiddətlisiniz, deyirsiniz ki, onlar hamısı cəhənnəm əhlidirlər. Subhanallah, bu cür insanlar baxırsan ki, bəzən özlərinə müsəlman deyənlərdir. Hansı ki, Allah Taala'nın kitabından xəbərləri yoxdur. Allah Taala'nın kitabından xəbərləri yoxdur. Baxın, niyə görə biz deyirik? Əslində biz demirik, Allah Subhanahu wa Taala deyir bunu. Rəbbimiz Azza və Cəllə deyir ki, Allah qatında yeganə din İslamdır. Və kim? Və buyurur ki, وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Və kim bundan başqasının ardınca gedərsə, yəni İslam dinini, və ondan qəbul olunmaz. Və baxsaq, bütün hansı ki bu Xristiyanlıq olsun, Yahudilik olsun və digər bunun kimi dinlər olsun, bunların hamısının bir problemi var. Ortaq problemi. Allahı təhqir, yəni Allaha şərik qoşmaq. Lakin dinimiz İslam Allahı tövhidə çağırır. Allahı təhləşdirməyə çağırır. Aydındır. Necə o onlardan qəbul olunsun ki? Hansı ki bütün peyğəmbərlər hamısı bunun üzərində idi. Bütün peyğəmbərlər hamısı bunun üzərində idi. Heç bir peyğəmbər həyatı boyunca Yahudi nə də Xristiyan olmayıb, qardaşlar. Hamısı hənif din üzərinə olub. Yəni Allaha ibadət edib, onu təhləşdirib və ona bu şey üzərində ibadət edənlər olub və bunu çağıranlar olub. Buna çağıranlar olub. Necə ki Allah Teala buyurur ki: "Və laqad ba'atna fi kulli ummetin rasulan
En ya'budullaha ve ectenibut tağut. Və mən hər ümmətə rasul göndərdim ki, neynəsinlər? Tək olan Allaha ibadət etsinlər. Həmçinin İbrahim əleyhissalam barəsində Allah təala buyurur ki, o nə Yahudidir, nə də xaçpərəst, Hristiyan idi. Aydındır? Ona görə bu şeylərdə diqqətli olmaq lazımdır. Biz demirik, bunu Allah Subhanahu va Taala özünün əzəmətli kitabında deyir. Bəli. Və sonra buyurur ki, bil ədillə, yəni İslam dini dəlilləri ilə bilmək. Dəlil nə deməkdir, qardaşlar? Dəlil sözü, yəni usul fiqh məsələsindəndir. Dəlil sözü buyurur ki, mə yurşidu iləl mətlub. Mə yurşidu iləl mətlub. Yəni yol göstərən deməkdir. Tələb olunan şeyə irşad edən, aparan deməkdir dəlil. Dəlil nədir? Mə yurşidu iləl mətlub. Yol göstərən, tələb olunan şeyə irşad edən, aparan deməkdir, qardaşlar. Tamam. Məsələn, bəzən istilahi xətalar edilir dildə, lüğəti xətalar edilir. Məsələn, deyir ki, hansısa bidət əhlinin dəlili. Yox, buna dəlil demirlər, qardaşlar. Şəriətin təsdiq etmədiyi və haqqında bir şey endirmədiyi şeyə dəlil demirlər, şübhə deyirlər, qardaşlar. Məsələn, demək olmaz ki, bidət əhlinin dəlili. Deyirsən ki, bidət əhlinin şübhəsi. Tamam. Dəlil odur ki, yol göstərən şeydir. Əslində, bəzən alimlər bu şeylərdə istifadə ediblər ki, bidət əhlinin dəlilləri. Yəni, nəyə görə deyiblər? Çünki dəlil sözünün iki başı var. Birincisi, sabit olan, şəriətin təsdiq etdiyi dəlil. İkincisi isə fəsad olan. Aydındır. Alə kulli həl siz bu cür yada saxlayın ki, dəlil yol göstərən, tələb olunan, irşad edən, yəni aparan şeydir. Dəlil özü iki cürdür, qardaşlar, şəriətdə. Var səm'i, var aqli dəlillər. Səm'i və aqli dəlillər. Səm'i dəlil nədir? Yəni, bu, bilirsiniz ki, səmə sözündəndir, yəni eşitmək sözündəndir. Yəni, eşidilən dəlil, səm'i dəlil. Bu da nədir? Kitab və sünnətdə olanlardır. Quran və sünnətdə olanlara biz deyir ki, bunlar səm'i dəlillərdir. Və yaxud da buna nəqli dəlillər deyirlər. İkincisi isə aqli dəlillərdir. Aqli dəlillər insanın, yəni nəzərən, məsələn, fikirləşməklə, ağılına batan şeylərlə yəni, ortaya qoyduğu şeylərdir. Səm'i və aqli. Və yaxud da ki, nəqli və aqli dəlillər. Bəli. Şeyx Rahiməhullah buyurur, Əth-thaniyyətu əl-əməlu bihi. Birincini tamamladıq. Elm, Allahı bilmək, Rasulunu bilmək və dini İslamı dəlilləri ilə bilmək. Hə? Və əməldən, elmdən sonra Şeyx Rahiməhullah diqqət edin, ikinci məsələni gətirir ki, bütün hər kəsin üzərinə vacibdir. Əth-thaniyyətu əl-əməlu bihi. Yəni, elmi bildikdən sonra, elmdən sonra əməl gətirir, qardaşlar. Və o elmlə əməl etmək. Deməli, nədir, qardaşlar? Elm əməldən əvvəldir, öncədir. Mütləq öyrənməlisən və sonra əməl etməlisən. Və alimlər, elm əhli bu barədə icma nəql ediblər, zikr ediblər. Və əməl elmin səmərəsidir. Yəni, ortaya çıxartdığı bir meyvəsidir. Çıxartdığı şeydir. Necə ki, məsələn, ağacın səmərəsi kimi, amma ağacın meyvəsi kimi. Və elm əhli əməlsiz elmi nəyə bənzədir? Meyvəsiz ağaca bənzədir. Əgər insan elmi ilə əməlləmirsə, o insan nədir? Meyvəsiz ağac kimidir. Heç bir faydası yoxdur. Və Allah Subhanahu wa Taala baxın indi dəlillərə ki, elmlə əməl edəni cənnətə daxil edəcəyini bizə bəyan edir. Nəhl surəsi 32-ci ayə. Udxulul cənnətə bimə kuntum tə'məlun. Nəyə görə cənnətə daxil olun? Etdiyinizlərə görə, əməllərinizə görə cənnətə daxil olun. Fikir verin. Bir insan elmli olsa, əməl etməsə onun faydası yoxdur. Elə cənnətə daxil olma səbəbi də, baxın, bu elmin səmərəsidir. Əməl edir və bu əməlin nəticəsində Allah Teala cənnətinə daxil edir. Udxulul cənnətə bimə kuntum tə'məlun. Nəhl surəsi 32-ci ayə. Başqa bir ayədə Allah Teala buyurur ki, Zuhruf surəsi 70-ci ayədə və tilkəl cənnətu. Budur cənnət.
Əlləti hansı ki uriftumuha bima kuntum ta'malun. Biz onu kimə miras etmişdik? Yəni siz əməl etdiyinizə görə sizə miras etdik. Yəni əməl edənlərin mirasıdır cənnət. Əməl edənlərin mirasıdır cənnət. Və həmçinin Xatib el-Bağdadi rahimehullah İqtidaul ilm vel amel kitabında deyir ki, Ali radiyallahu anh'ın sözünü nəql edir. Buyurur ki, Hətəfəl ilmu bil amel fe in ecabehu ve illa irtihale. Elm əmələ səslənir. Elm əmələ səslənir. Əməl əgər elmə cavab versə, yəni insan o elmlə əməl etsə, nə gözəl. Lakin əgər əməl cavab vermirsə, bir mənada Ali radiyallahu anh demək istəyir ki, əgər əməl cavab verməsə, yəni insan o elmlə əməl etməsə, nə olur? O elm onu tərk edir, qardaşlar. Və yadınızda saxlayın. Bəzən insanlar şikayət edirlər. Deyirlər, qardaş, öyrənirik, əzbərləyirik, bir müddətdən sonra unuduruq. Öyrəndiklərimiz yadımızda qalmır. Bunun nə deməkdir? Bunun çarəsi nədir, qardaşlar? Yəni bunun səbəbi nədir əslində? Səbəb odur ki, o elmlə əməl olunmur, qardaşlar. Ona görə. Ən böyük səbəblərindən biri o elmlə əməl olunmadığına görə tərk edir və unudulur gedir. Həmçinin bərəkəti aradan qalxır. Bəli. Və elm əhli buyurub ki, kim elmsiz əməl etsə, məsələn, əməl edir, elm yoxdur. Yəni, əməl etdiyi şeyi bilmir. Əsli varmı, yoxmu? Necə edirlər? Kör-körana. Bu kimlərə bənzədir alimlər? Nəsranilərə bənzədir, qardaşlar. Nəsranilərə. Yəni, xristiyanlara. Və kim elmi ilə əməl etməsə, elə mövzumuz budur. Yəni, elm var, amma əməl yoxdur. Bunlar kimlərə bənzəyirlər? Yahudilərə bənzəyirlər. Fikir verin, Quran-ı Kerim Allah Subhanahu wa Taala bizə bildirir ki, ən çox o qovmdur ki, Yahudilər. Onlara elm gəlirdi, Rasul gəlirdi, ancaq onlar o elmlərini əməl etmirdilər. Onun əksini edirdilər. Bəli. Və bəzi alimlər də həmçinin bu məsələni gözəl bir nazımla yığıblar və buyurur ki, yəni beytlə وَعَالِمٌ بِعِلْمِهِ لَمْ يَعْمَلًا مُعَذَّبٌ min qablu ubbadil vətən. Fikir verin. Elmi ilə əməl etməyən alim əzab olunacaq. Kimdən qabaq? Bütə ibadət olunandan qabaq, edəndən qabaq əzab olunacaq. Elmi ilə əməl etməyən alim qiyamət günü bütə ibadət edəndən qabaq əzab olunacaq. Fikir verin, subhanallah. Həqiqətən belədir. Xatırlayırsınız o hədisi ki, 3 sinif insan var idi ki, 3 sinif insan var ki, cəhənnəmə Allahdan afiyət edirik. Cəhənnəmə atılacaqlar. Və onlardan soruşulanda ki, yəni onlardan biri də alim idi. Soruşulanda ki, sən nə üçün elm öyrəndin? Deyəcək ki, sənin rızanı qazanmaq üçün, ya Rabbi. Allah təala buyuracaq ki, kəzəbt, yalan dedin. Və bir mənada da alimlər deyir ki, onlar, yəni o kəslər ki, nəsə Allah səlamətə və afiyə, Allahdan afiyət diləyirik. Onlar öyrəndiklərinə əməl etməmişdilər. Buna görə. Bəli. Və həmçinin İbn Asakir Tarixu Diməşq kitabında Fudeyl İbn İyadın rahimehullahın dediyi bir sözü nəql edir. Buyurur ki, La yezalul alimu cahilan hatta ya'malu bi ilmihi fe iza amala bihi kana aliman. Fudeyl İbn İyad deyir ki, rahimehullah, alim cahil olarak qalır. Öz elmi ilə əməl eləmədikcə. Və elə ki, o elmi ilə əməl etsə, onda alim olur. Yəni, insanın ibrət kitablar əzbərləməsi, ibrət hədislər əzbərləməsi, Quranın hafiz olması, ibrət bunda deyil, qardaşlar. Gözəl əməldir, bəli, hamımıza vacib olan şeylərdəndir. Amma ibrət o öyrəndiyin əməl etməkdir. Sən istəyirsən 100 dənə səbrə aid hədis bil. Amma sən o məqama çatında səbr eləyənlərdən deyirsənsə, sən o səbrin alimi deyirsən, qardaş. Sadəcə məlumatdır. Vəssalam, o elm sayılmır. Aydındır. Məsələn, sən bilirsənsə ki, faiz götürmək olmaz, haramdır.
Biraz dara düşən kimi, Allah imtahan eləyən kimi qaçırsan faizi. Hə. Bu alimlik deyil, bu bilmək deyil qardaşlar. Sadəcə bu məlumatdır. Qiyamət günü əleyhinə hüccətdir. Allah qorusun. Aydındır? Ona görə diqqətli olmaq lazımdır. Elm nə vaxt bərəkət qazanır? Elm nə vaxt insana fayda verir? Elm o vaxt insana fayda verir, bərəkət qazanır ki, dünya və axirətdə o bildiyinlə əməl edəcəksən. Hətta xırda şeylər olsa belə, kiçik şeylər olsa belə. Məsələn, neçə dəfələrlə demişik. Hədis öyrənəndə çalışın ona əməl edərək öyrənin. Məsələn, insan öyrəndiyin şeyə əməl etmək necə olur? Məsələn, bu günlər eşidirsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, hədisini eşitdin. Ləulə ən əşuqqa alə ümməti ilə əmərtuhum bis-sivaq ində kulli salə. Əgər ümmətimə çətinlik olmasaydı, onlara əmr edərdim ki, hər namazdan qabaq neynəsin, misvaqlansınlar. Bildin. Bu oldu məlumat. Bu nə vaxt elm olur? Hədisə eşidəndən sonra gedirsən, bir dənə misvaq alırsan, istifadə edirsən. Artıq bu oldu elm. Yaxşı qardaşlar, elmlə əməl etmək bu cür olur. Bəli. Və həmçinin bu elə bir şeydir ki, yəni kim öyrəndiyi ilə əməl edərsə, Allah Teala ona bərəkət verər. Allah Teala Muhammed surəsi 17-ci ayədə buyurur ki: "Vəllezîne ihtedau zâdehum hudan və âtâhum təqvâhum." Fikir verin. Doğru yola yönələnlərə gəldikdə isə kimə? Doğru yola yönələnlər. Neynədilər qardaşlar? Bildilər doğru yolu və yönəldilər. Və Allah Teala buyurur ki, Allah onlara hidayətini artırar və onları təqvaya müvəffəq edər. Fikir verin. Doğru yolu bildi və əməl etdi. Əməl edəndən sonra da Allahdan mükafat gəldi. Hidayətini artırdı və onları təqvaya müvəffəq elədi. Yox, sadəcə insan bilir, amma əməl etmirsə, burada bərəkətdən söz gedə bilməz. Bəli. Və həmçinin deyilir ki, elm əhli buyurur ki, "Mən amilə bimə alimə əvrəthəhullahu ilmə mə ləm ya'ləm." Kim bildiyi ilə əməl edərsə, Allah ona bilmədiklərini miras edər. Fikir verin. Yəni bilmədiklərini miras edər nə deməkdir? Yəni ki, ona bilmədiklərini də öyrədər. Bu bərəkətləndirmə deməkdir. Bəli. Və bildikdən sonra əl-ilm, bildik. Necə ki, müəllif rahimehullah gətirir. Və sonra əməl etdik. Və sonra üçüncü pillə var. Şeyx rahimehullah qeyd edir. Əd-də'vatu ileyhi. Və bundan sonra bizim də üzərimizə vacib olan növbəti məsələ nədir? Bilib əməl etdiyimiz şeylərə dəvət etmək. Bilib əməl etdiyimiz şeylərə dəvət etmək. Baxın, mücərrəd olaraq dəvət etmək gətirmədi. Yəni sən bildin, bilmədin, əməl etdin, etmədin, get dəvət elə. Xeyr qardaş. Mütləq sən onu bilməlisən. Dəlilləri ilə bilməlisən. Necə ki gəldi ki, ma'rifətu dinil İslam. Ona görə deyirəm ki, qardaşlar, diqqətli olun. Hər bir kəlamda dayanmaq lazımdır. Diqqətli olmaq lazımdır. Hər bir kəlam dəyərlidir. Şeyx Rahimehullahın gətirdiyi. Baxın. Deyir ki, ma'rifətu dinil İslam bil ədillə. Dəlilləri ilə bilmək bu dini. İndi gətirəcəm inşallah bu məsələləri. Və sonra biləndən sonra dəlilləri ilə artıq sən alimsən və əməl də etmisən və sonraki vacibat üzərinə o şeyə dəvət etməlisən. O şeyə dəvət etməlisən. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Nəhl surəsi 125-ci ayədə: "Ud'u ilə səbili rabbikə bil hikməti vəl məv'izatil həsənə və cadilhum billeti hiyə əhsən. İnnə rabbəkə huvə a'ləmu bimən dallə an səbilihi və huvə a'ləmu bil muhtədin." Allah Teala buyurur ki, Rəbbinin yoluna dəvət et. Mücərrəd dəvət, sadəcə dəvət, xeyr. Necəliyini Allah bizə izah eləyir. Bil hikməti vəl məv'izatil həsənə. Hikmətlə, gözəl mövzə ilə. Və cadilhum billeti hiyə əhsən. Hətta onlarla dartışsan belə, mücadilə, münazirə etsən belə, billəti hiyə əhsən, gözəl şəkildə et. Sənin Rəbbin zəlalətə düşəni də, yəni onun yolundan zəlalətə düşəni də və hidayət olunanı da yaxşı bilir.
İndi baxaq. Deməli, bu ayədə qardaşlar elm əhli deyir ki, dəvətin 4 mərtəbəsi zikr olunub. Hansılardır? Birincisi, Ud'u ilə səbili rabbikə bil hikmə. Birinci mərtəbə hikmətlə dəvət etmək. Yəni elmlə, yumuşaqlıqla və asan üslubla insanların başa düşdüyü şəkildə və dəvət etdiyinin zamanını, halını, məkanını bilərək dəvət etmək. Budur hikmət. İkinci mərtəbə, gözəl məvizə ilə vəl məv'izatil həsənə. Yəni Nəhl surəsi 125-ci ayə. Vəl məv'izatil həsənə və gözəl məvizə ilə, rəğbətləndirməklə, çəkindirməklə, əmr və qadağalarla, gözəl məvizə, gözəl şəkildə, nifrətlə yox. Və sonra nə deyir? وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ. Və sonra onlarla mübarizə aparsan belə, mücadilə etsən belə, münazirə etsən belə, ən gözəl və ən güclü yollarla et bunu. Və məsələn, yəni bu şübhələri olan və yaxud da bidətinə dəvət edən kimsələrlə olunur. Yəni onlarla deməli ən gözəl və ən güclü yollarla münazirə etmək. Və Allah Subhanahu wa Taala Ənkəbut surəsi 46-cı ayədə nə buyurur? Və la tujadilu əhləl kitabi illə billati hiyə əhsən. Hətta kitab əhli ilə belə Allah Taala buyurur ki, onlarla deməli mücadilə etsən, nə ilə? Gözəl şəkildə et. Burada gözəl sadəcə qəsd olunmur ki, yumuşaqlıqla. Xeyr, yeri gələndə yumuşaqlıq, yeri gələndə şiddət və s. Bunların hamısının özünün məqamı var. İndi qardaşlar, baxın. Allaha dəvətin şərtlərini burada zikr edəcəm. Allaha dəvətin şərtlərini sizə zikr edəcəm. Və bunu yadınızda saxlayın. Ona görə biz deyirik ki, barakallahu fikum. Yəni ona görə elm əhli desək daha yaxşı olar. Elm əhli ona görə deyir ki, insan, baxın, bəzən görürsən ki, sosial şəbəkələrdə insanlar, bəzi qardaşlarımız, Allah bizləri və onları əfv eləsin. Bəzən görürsən ki, sosial şəbəkələrdə hərisdilər. Nə isə izah eləməyə, nədənsə danışmağa. Bu başa düşüləndir. Bəzən çox insanlarda bizim də başımıza gələn əhvallardandır bu. İnsanın nəyəsə məşhurlaşmaq istəyi, ön plana çəkilmək istəyi, insanları tanınmaq istəyi, bu ona basqın gəlir. Yəni üstün gəlir. Bəzən görürsən ki, bildiyi və bilmədiyi şeylər barəsində danışır. Amma baxın, Allaha dəvətin elə şərtləri var ki, qardaş. Vallahi bundan cahil olan insanlar lal olmalıdır, qardaşlar. Lal. Danışmamalı Allah barədə. Allahın dini barədə. Bəzən görsən bu cəhalətləri ucbatından yanlış fətvalar, Allahın adından yanlış danışa bilirlər. Aydındır? Baxın, Allaha dəvətin şərtləri nədir, qardaşlar? Diqqətli olun. Üzr istəyirəm, bir dəqiqə olar. Yox, sualı şeydən sonra inşallah. Dərsdən sonra. Yox, sual ölüb dərsin bu gedişatında ki, bu ayədən 4 şey çıxır. Üçünü yazdım, dördüncünü demədi, elə bil ki. Birinci hikmətli şəkildə yerinə uyğun, gözəl sözlə, üçüncü gözəl müzakirə ilə, mülahizə ilə, cədəllə, cədəl eləyəndə də gözəl şəkildə, dördüncü Allaha dəvət etməyin şərtləri, diqqətli olun. Allaha dəvət etməyin şərtlərinin birincisi, qardaşlar. Dəvət edənin hökmlərdə elmli olması. Bu mutlaq şərtdir, qardaşlar. Dəvət edənin elmli olması. Tamam. Hökmlərdə elmli olması. Məsələn, sən dəvət etdiyin şeydə elm sahibisən. Bilirsən nəyə dəvət edirsən. Yaxşı. Yusuf surəsi 108-ci ayədə Allah Teala buyurur. Qul hadihi səbili. De ki, qul hadihi səbili. De ki, bu mənim yolumdur. Əd'u ilallah. Allaha çağırırıq. Nəyinə? Alə basiratin. Bəsirət üzərində. Bəsirət burada nəyə işarədir? Yəni elmə işarədir, qardaşlar. Yəni bu mənim yolumdur və
elm üzərində Allaha çağırıram. Ənə və mən ittəbəəni. Mən və mənə tabe olanlar. Və subhanallahi və mə ənə minəl müşrikin. Allah Teala pak və müqəddəsdir və mən müşriklərdən deyiləm. Və bu da elm üzərində dəvətin dəlilidir. Birinci şərt, mutlaq şəkildə elm olmalıdır. Baxın, elə bu şərti götürsən, onda bugün belə çıxır ki, o sosial şəbəkələrdə dəvətə həris olan insanların yarısından çoxu gərək nə olsun, isqat olsun. Çünki birinci dəvətin şərti elə hasil olmur. Allah müstəhan. Sən bu şərtlər bu deməkdir ki, əgər bu şərtlər hasil olmasa qardaşlar, sənə şəriət icazə vermir Allaha dəvət eləməyə. Doğru dildə desək, sənə qardaş əhliyyət yoxdur. Sənə icazə yoxdur ki, sən Allahın dinindən danışasan. Sən danışa bilərsən öz əhlinə, öz ailənə, öz yoldaşına, öz qardaşına izah eləyə bilərsən nəysə, namazı ümumi şeylərdən, bildiyin şeylərdən eləyə bilərsən. Amma sən kütlə arasına çıxıb Allah və Rasulunun dinindən danışmağa sənin səlahiyyətin yoxdur qardaş. Birinci şərtə görə elm olmalıdır mütləq şəkildə. Aydındır? Sən bu dini, Allah və Rasulunun dinini təmsil edirsən. Zənn üzərində yox, cəhalət üzərində yox, öz bildiyinə, ağılına gələni din adı ilə danışmaq yox. Məsələn, o anda sanki ona ilham gəlir. Şübhəsiz ki, bu ilham Allahdan deyil, şeytandandır qardaşlar. Aydındır? Məsələn, ağılına gəlir o anda, sual verilir. Məsələn, deyir ki, fətva dəlli bilmir axı. Heç məsələ hardadır bilmir. Adam fətva verir, danışır. O özü də bilir ki, o bilmir. Aydındır? Amma danışır. Çünki desə ki, bilmir, biabırçılıq da axı. Kim buna qulaq asacaq? Kim bunu dinləyəcək? Nəfsinin ona qalib üstün gəlməsi ilə o fətva verir. Hətta qardaşlar, onun dediyi əsli o dinin içərisində olsa da, doğru danışmış olsa da o yalancıdır. Niyə görə? Səhv etmirəmsə İmam Əhməd Rahiməhullah deyir ki, kim yalanı qəsd etmədən elmsiz danışsa belə o yalancıdır. Aydındır? Hətta isabət etsə də yalancıdır. Niyə görə? Çünki bu dinin əzəmətinə görə qardaşlar. Bugün görürsən ki, həkim, müəllim, usta, hər kəs dindən danışır. Heç kəs onların vəzifəsindən danışmır amma, elmsiz şəkildə. Amma hamı dindən danışır. Bu, qarışıqlığın qabağını almaqdan üçündür belə şey. Din sahibsiz deyil yəni. Hər kəsin necə gəlir danışa bilməz. Aydındır? Və ikinci şərti, Allaha dəvətin ikinci şərti. Dəvətin necəliyini bilmək. Dəvətin uslubunu bilmək. Dəvətin mərtəbələrini bilmək. Nə vaxt mülayim olmaq lazımdır. Nə vaxt sərt olmaq lazımdır. Yəni sözlər şiddətli olmaq lazımdır. Sözlərdən istifadə edərkən hansı sözləri seçmək lazımdır. Aydındır? Bu da dəvətin şərtlərindəndir. Üçüncü şərti, dəvət etdiyinin halını bilmək. Bu da mutlaqdır. Dəvət etdiyin halını bilmək nə deməkdir? Məsələn, adam dəvət edirsən bir nəfəri, ona lazım olan şeyi sən ona verməlisən. Bilməlisən ki, əvvəlcədən sən ona nə lazımdır qardaş? Ona nə lazımdır? Təsəvvür edin ki, dünyəvi bir misal deyəcəm. İnsan gedir həkimə, həkim bilmir ki, bu insan necə müalicə olunmalıdır. Adam deyir ki, başım ağrıyır, başqa bir nahiyənin ağrı kesici dərmanı versə, o həmin dərman fayda hasil edərmi o insan üçün? Etməz. Çünki həkim cahil idi. Eləcə də dəvətçi, əgər sən dəvət etdiyin halını bilmirsənsə, sən bu dəvətdən cahilsən, dəvət etmə. Əksinə ziyan vuracaqsın. Sən bilməlisən ki, o insan şübhə əhlidir, yoxsa şəhvət əhlidir. Adam gəlir səndən məsələn soruşur, deyir ki, mən namazlara yatıb qalıram. Mən namazlara yatıb qalıram. Sən buna danışsan ki, filan bidət əhli belə, yəni şübhələrdən buna cavablar versən. Bu bunun üçün fayda, hikmət deyil, bu yerində deyil. Aydındır qardaşlar. Lakin sən buna nə cəhətdən yanaşmalısan?
Şəhvətlər cəhətdən. Ola bilsin ki, onun namazına mane olan hər hansısa bir şəhvət var. Günahlar var. Aydındır? Və bu xırda məsələlər deyil, barakallahu fikum. Dəvət edən insan mütləq şəkildə bunu bilməlidir. İndi bir misal deyəcəm. Buxari Müslimin rivayet etdiyi bir hədis var. Muaz ibn Cəbəl hamımızın əzbər bildiyi hədislərdəndir. Amma faydanı bəzən görə bilmirik. Baxın, Allah Resulü sallallahu aleyhi və səlləm Muaz ibn Cəbəli Yəmənə göndərir. Nə deyir ona göndərəndə? Fikir verin, diqqətli olaq. Deyir ki, sən kitab əhli bir qövmin yanına gedirsən. Mücərrəd elə demədi ki, get dəvət elə. Deyir ki, sən kitab əhli bir qövmin yanına gedirsən. İlk dəvət etdiyin şey tövhid olsun. Bunu bilib qəbul etsələr, onlara xəbər ver ki, Allah 5 vaxt namazı əmr edib. Əgər qılsalar, xəbər ver ki, Allah mallarında zəkat əmr edib. Və hədisin sonuna qədər. İndi fikir verək. Allah Nəbisi sallallahu aleyhi və səlləm Muazı göndərəndə öyrədir. Dəvəti necə etmək lazımdır, Muazı öyrədir. Və necə tədricən etmək lazımdır, onu da öyrədir. Və ilk öncə nə ilə başlamaq lazımdır, onu da öyrədir, qardaşlar. Və ona nə deyir? Deyir ki, sən kitab əhlinin yanına gedirsən. Kitab əhlində niyə görə dedi ki, diqqət elədi ki, sən kitab əhlinin yanına gedirsən. Və kitab əhlində əsl olan nədir? Şübhə əhlidir onlar. Nə ilə başlamağı tövsiyə etdiyi? Tövhidlə başla. Çünki onların problemləri tövhiddə idi, qardaşlar. Baxın, necə üslub öyrədir Nəbi sallallahu aleyhi və səlləm. Necə ki, bu üslub bütün rasulların üslubu idi. Dəvətə nə ilə başlayırdılar? U'budullaha ma lakum min ilahin gayruh. Allah'a ibadət edin, sizin ondan başqa ilahınız yoxdur. Haqq ilahınız yoxdur. Və bugün ona görə bəzi qardaşlara deyəndə ki, bəzi firqələr var ki, namaza dəvət edirlər, birbaşa ibadətə dəvət edirlər. Onda bərəkət olmayacaq. İnsan bilmir, Allahı tanımır, necə bir məbud olduğunu, Rəbbinin sifətlərini tanımır. Birbaşa gəlib ibadət ediləndən sonra 2 gün, 3 gün sonra tərk edəcək. Ona görə rasulların dəvəti üzərinə dəvət edəsən, o dəvət nicat tapır. Necə ki, tövhidə çağırırdılar. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm nə dedi? Və bunu qəbul etsələr, ondan sonra namaz və zəkat və digər əməllər. Və bu Rasulun Peyğəmbər sallallahu aleyhi və səlləm üslubu idi və öyrətməsi idi. Bəli. Və dəvətin 4-cü şərti və mühimdir, dəvət ancaq Allaha olmalıdır, qardaşlar. Baxın, çox bidət əhlinin, yəni əksər bidət əhlini desək ki, yanılmarıq, əksər bidət əhlinin ən çox problem törətdiyi məsələdir. İnsanlar baxırsan ki, Allahdan qeyrisinə dəvət edirlər. Necə olur bu? Yəni, dəvət ancaq Allaha olmalı, qardaşlar. Nə şeyxlərə, nə hizblərə, partiyalara, cəmaatlara, müəyyən şəxslərə. Baxırsan, Allahul müstəan, bu günlərin filan kəs səni imtihan edir. Deyir ki, gəl sən deyir, filan kəsin doğruluğunu qəbul elə ki, sən doğru yolda olasan. Bu nə dəvətdir, subhanallah? Hardan götürülüb bu dəvət? Allah və Rasulunun dəvətidirmi bu? Dəvətin ancaq Allaha olmalıdır. Ancaq Allaha, Allahdan qeyrisinə dəvət olmaz. Bu dəvət fəsad olan dəvət, aydındır. Ona görə də ancaq nə şəxsə, nə cəmaata, nə hizbə, nə partiyalara, nə filan kəslərə, peşman kəslərə xeyir, qardaş. Dəvət ancaq Allah və Rasulun olmalıdır. Və həmçinin və bu 4 şərti qeyd etdikdən sonra haşiyədən kənara çıxacağım inşallah və əlavə olaraq əlavə edim ki, dəvətdə ixlaslı olmaq lazımdır, qardaşlar. Ən mühimlərindən biridir. Baxın, nə mala görə, nə mülkə görə, nə ad, nə tərif, bunları bıraxın. Dəvət ancaq Allah üçün olmalıdır. Savabını ancaq Allahdan olmalısın, qardaşlar. Nə əyləşəcəyin məqam, heç bir şey. Elm öyrənmə ki, ona görə ki, səni cəmaat barmağınla göstərsin. Və filan kəs elm əhli budur.
Filan kəs budur, filan kəs budur. Elhamdülillah bu elm maşallah. Xeyir qardaş. Sən onu istəyəcəksənsə, elə sənin öyrəndiyin elmin qarşılığı bu dünyada onların tərifi olacaq. Vəssalam. Nəsəllallahu səlamətə və afiyə. Və yaxud da subaysan, elm alırsan ki, deyirsən ki, cəmaat mənlə qohum olsun, qızlarımla evlənim və s. Niyyətdə xələldir, qardaşlar. Məni başda otuzdursunlar, cəmaat mallarını mənə əmanət eləsin. Bunlar hamısı niyyətdə xələldir, qardaşlar. Malım çoxalsın, zəkatlarını mənə yönətsinlərsə, bunlar hamısı baş verəcək və vəsvəsə gələcək şeylərdir. Mümkün olan, olacaq hadisələr deyənə sizlərə bunu tənbih edirəm, qardaşlar. Öyrədəcəksiniz, ancaq sizin məqsədiniz və amalınız Allahdan qırağa çıxmamalıdır, qardaşlar. Diqqətli olun, ha. Bu yol təhlükəlidir, tikanlıdır, qardaşlar. Diqqətli olun, ha. İyyəkum və iyyəkum. Nə badə qəlbinizə Allahdan, Allahın əcrindən, axirətdən, cənnətdən başqa bir şey daxil ola. Dünyavi bir şey daxil ola. Vallahi bunun qarşısını yığıb yığışdırmaq olmur, qardaşlar. Nə vaxt ki dəvətin Allah üçün yox, nədənsə olacaq, bunun ardı gələcək. Ona görə qəlbinizi belə şeylərdən qoruyun. Öyrətdiyin şeyi ancaq Allaha görə öyrət. Qarşılığını umma. Ola bilsin ki, sənin öyrətdiyin adam sənə Allah razı olsun deməsin, sualına cavab verdiyin adam cəzakallah xayran deməsin, barakallah fik, Allah elimizə bərəkət versin, şeyx Allah sizdən razı olsun deməsin, qardaş, nə olacaq? Sən bunu gözləmə. Sən onu insanlardan gözləmə ki, sənə desinlər, Allah səndən razı olsun, qardaş. Qarşılıq gözləmə, qardaş. Necə ki, sən yedirdiyini, içirdiyini Allah üçün yedizdirib, la nuridu minkum cəzəə və lə şükura. Allah da necə ayədə deyir, biz sizdən nə bir qarşılıq, təşəkkür istəmirik. Möminlərin vəsfidir bu. Eləcə dəvətçi də bu cür olmalıdır, qardaş. Sən onları mənəvi yedizdirib içizdirirsən, Allahdan, Allahın savabından başqa işlə olma. Vəssalam. Çətindir, bəli. Çətindir. Gələcək, vəsvəsələr gələcək. Amma müvəffəq olan bu şey bastırandır. Bu günlərim görürsən ki, bidət əhli firqələrə ayrılır, cəmaatlar, filan kəslər. Vallahi, yadınızda saxlayın, qardaşlar. Əksər hallarda bu firqələnmənin, bölünmələrin ən başında duran səbəblərdən biri dəvətin Allah üçün olmamasıdır, qardaşlar. Dəvətin Allah üçün olmamasıdır. Dünya malına görə olmasıdır. Diqqətli olun belə şeylərdə. Allahdan başqa, Allahın mülkündən başqa, Allahın razılığından başqa işlə ummayın cəmaatdan. Deməyin ki, mən öyrədirəm, mən öyrətdiyimə görə kimsə mənə nəsə vermir. Xeyr, qardaş, niyə görə ki? Sən öyrətmək, dəvət sənin üzərinə vacibdir, qardaş. Öyrəndinsə, necə ki, Şeyx Rahiməhullah gətirir ki, müəllif Rahiməhullah, dəvət etməlisən. Məyər Allah Resulü sallallahu aleyhi və səlləm insanlardan nəsə alırdı mı? Həmçinin Allah Teala Quran-ı Kərimdə bir ayədə buyurur ki, sizdən dəvəti qarşılığına heç nə istəməyənlərə tabi olun. Dəvətçi bu cür olmalıdır. Allahın rızasından başqa xalis olaraq heç kəsdən heç nə olmamalıdır, qardaşlar. Bəli. Və həmçinin dəvətdə mülayim olmağa çalışın. İnsanları sıxmamaq, dəvətlə danışacağınız şeylə yormamaq və buna bir misal gətirim. Məsələn, insan baxırsan ki, nəsihət istəyiblər səndən. Diqqətli olun belə şeylərdə. Siz bu şeylərdə diqqətli olun inşallah. Səndən bir kəs nəsihət istəyir və baxırsan ki, adam 2 saat nəsihət eləyir adama. Belə olmaz, qardaşlar. Şeyx İbn Hüseyn Rahimehullah və həmçinin çox alimlər bunu zikr eləyirlər. Dəvətdə yoruculuq olmaz. Və xüsusi dərslərdirsə, məsələn, bu cür kitab götürürsən, şərh eləyirsən, o dərslər istisnadır. Çünki sənin boyuna vacibdir. Otur, qulaq as, dərsə qoşulmusan. Haqqdır üzərində. Dərsin haqqı. Bu başqa məsələ. Lakin baxırsan ki, adam insanın nəsihət istəyib. Nəsihət, baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm bəzən 2 cümlə ilə nəsihət, bəzən 1 cümlə ilə nəsihət edir.
Gəlirdi ki, ya Rasulullah mənə nəsihət elə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə deyir? Qəzəblənmə. Subhanallah. Bir kəlmə. Anan atan yaxşılıq elə. Bir kəlmə. Gəlir namazlarında diqqətli ol. Bir kəlmə. Ona görə də dəvət etdiyin insanı bezdirməməlisən. Aydındır? Və həmçinin bəzən görürsən ki, dəvət edir insan yarım saat 40 dəqiqə danışır. Danışdığı şeydə bir dəfə olsun nə ayə, nə hədis zikr eləmir. Ancaq tövsiyə. Bu cür də olmaz qardaşlar. Aydındır? Bu dəvətdə hikmətli olmaq lazımdır. Barakallahu fikum. Və dəvətin fəzilətini bilmək lazımdır. Müslimin rivayet etdiyi hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki: "Mən da'a ilə hudan kana lehu minel ecri mislu ucuri men tabi'ahu." Kim hidayətə dəvət edərsə, gözəl bir şeyə dəvət edərsə, ona dəvət olunanın əcri qədər əcr yazılır. La yanqusu zalika min ucurihim şey'an. Və onun həmən dəvət olunanın yəni əcrindən heç bir şey əksilmədən eyni savabı o da qazanar. Və bunun əksi olaraq Allah Resulü buyurur ki sallallahu aleyhi ve sellem: وَمَنْ دَعَا إِلَى ضَلَالَةٍ Kim bir zəlalətə dəvət edərsə, bir günaha, bir asiliyə dəvət edərsə, Allah qorusun, كَانَ عَلَيْهِ مِنَ الْإِثْمِ مِثْلُ آثَامِ مَنْ تَبِعَهُ لَا يَنْقُصُ ذَلِكَ مِنْ آثَامِهِمْ شَيْئًا. Allah Resulü buyurur ki, kim bir zəlalətə, azğınlığa, günaha, fısq, fucura dəvət edərsə və onu edənin günahının misli qədər onun dəvət edənin günahı, yəni onun da boynuna var, üzərinə var. Ona tabi olanın və onun günahından heç bir şey əksilməz. Aydındır? Allaha sığınırıq. Ona görə bu dəvətin fəzilətidir. Dəvətin fəzilətidir. Və inşallah bugünlük vaxtımız bu qədər kifayət eləyər. Doğrusunu Allah bilir. Velhamdülillahi Rabbil alemin.